Bismillahirrahmanirrahim. Bugünkü məsələmiz abortun hökmləri, uşaq düşürməyin hökmləri haqqındadır. Və sualımız bu şəkildədir. Ana deyir ki, həyatım üçün heç bir təhlükə olmadığı təqdirdə, əgər bətnimdəki uşağı istəmirəmsə, ruh girməmişdən əvvəl onu abort edə bilərəmmi, uşağı düşürə bilərəmmi? Cavab bu şəkildədir. Uşağı istəməmək, anaya abort etmək, uşağı salmaq haqqı vermir. Əgər bunu yerinə yetirərsə ana, diyə ilə birlikdə kəffarə də verməsi vacibdir. Amma bu yer mühümdür. Amma əgər hamiləlik anaya şiddətli çətinlik yaradarsa və adətən bu çətinliyə dözmək mümkün deyilsə, bu halda ruh daxil olmadan öncə uşağı götüzdürə bilər. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.